Hər birinizi salamlayıram. Mən Anar Qafarov, Azərbaycan İlahiyyat İnstitutunun müəllimiyəm, Dinşünaslıq Kafedrasının müdürüyəm eyni zamanda. Sahəm fəlsəfədir. İslam fəlsəfəsi, əxlaq fəlsəfəsi sahəsində daha çox fokuslanmışam. Tədqiqatlarım da o istiqamətdədir. Bugün sizinlə heçliyi müzakirə edəcəyik. Bəli, ilk sualım əslində 3 təməl sualdır. Fəlsəfənin ən təməl sualıdır bu. Nə üçün, necə? Bu labirint içərisində biz istər bunu səsli olaraq özümüzə verək, istərsə də səssiz olaraq özümüzə veririk bu sualları. Nə üçün, necə? Və bu suallar eşliyində biz əslində varlıq aləmi ilə bir münasibət qurmağa çalışırıq. Çünki bilik dediyimiz şey əslində subyektin obyektlə zehni bağıdır. Bu zehni bağın keyfiyyəti necədirsə, bizim o bilmək istədiyimiz ya da bildiyini iddia etmiş olduğumuz əşya ilə münasibətimiz də o ölçüdə dəyişir, ya dərinləşir, ya dayazlaşır. Biliyin epistemik dəyəri, yəni sözsüz ki, bizim ümumiyyətlə həyatla bağlı, zehnimizdəki anlayışlarla bağlı, hansı ki bizi həyatda yönəltir, hansı istiqamətə, insani münasibətlərin açarını təşkil edən bu əxlaqi dəyərlər məzmununda, kontekstində və ümumiyyətlə digər milli mənəvi dəyərlər konteksti olsun. Biz nə qədər bu dəyərlərin fərqindəyik ya da gerçəkdən də nə etdiyimizi bilirikmi? Ya da insanoğlu davamlı olaraq öz zehninin xaricindəki, yəni öz xaricindəki varlıqları incələməyə başlayır, onları tanımağa çalışır. Əcəba özümüzü tanıyırıqmı tam mənada? Çünki hesab edirəm ki, elə qədim dövrdən etibarən orta əsrlərə qədər bunu sufi mədəniyyətində də görə bilərik. Mənə məndə deməyin, mən məndə deyiləm, bir mən var, məndə məndən içəri deyən Yunus Əmrələr insanın daxili aləminə, yəni introspektiv baxışa insanı dəvət edir əslində. Biz daxili aləmimizə baxışla kim olduğumuzu və hardan gəlib, hara getdiyimizi Bəxtiyar Vahabzadə demişkən, Allah rəhmət eləsin, mən kiməm, mən nəçiyəm, eşqim, diləklərim nə, niyə gəldim dünyaya, bu dünyada yerim nə? Bu dərin metafizik sual qarşısında insanın özünü tanımağa dəvət edir şairlər, ədiblər və filosoflar. Biz bu seminarla əslində insanın statik bir varlıq deyil, dinamik bir varlıq olduğunu dərk eləməyə çalışacağıq və doğrudan da özümüzə də verməmiz gerəkən bu anlamda suallar var. Heçliklə dialoq deyəndə nə başa düşməliyik və özünü dərkin heçliklə dialoq arasındakı əlaqəsi nədir? Və bu qəbildən suallarla biz nə kimi bir fəlsəfi səyahət eləyə bilərik, nə əldə eləyə bilərik? Əvvəlcə bunu qeyd edeyim, özünü anlama aynası olduğunu düşünürəm mən heçliyin. Bunu biraz sonra açıqladıqdan sonra klassik dövrdən etibarən Martin Heideggerə qədər olan fəlsəfi düşüncə tarixinə baxanda biz bu heçliyin əslində öz mahiyyətini tarix və zaman içərisində necə dəyişdiyini və insanın azadlığına nələri qatdığını şahidi olacağıq. Mən buna özünü anlama aynası deyirəm və heçlik boşluqdurmu və ya da boşluğu anlamağa çalışmaq bizə nə vəd edir? Bu boşluq nədir və bunu kənarda mı axtarmalıyıq, yoxsa daxili aləmimizdəmi axtarmalıyıq, daxili dünyamızda mı axtarmalıyıq? İndi heçliyə səyahətə başlamaq üçün, yəni bu belə bir fəlsəfi səyahətə, düşüncə səyahətə başlamaq üçün mən ilk olaraq iki təməl anlayışa, iki təməl yanaşmaya istəyirəm bir yanaşmanı xatırlatım, işarə edeyim. Birincisi, gündəlik həyatda bizim heçlik deyəndə anladığımız şey, yəni heç yoxdur dediyimiz zaman genəlliklə biz heçliyi yoxluqla eyni məzmunda, eyni kontekstdə ələ alırıq. Fəlsəfədə belədirmi? Fəlsəfədə belə deyil əlbəttə ki. Məsələn, gündəlik həyatda boş otaq dediyimiz zaman, yəni orada heç nə yoxdur deyirik və ya nə bilim, qəhvəsini içdiyimiz bir fincanın boş olduğunu gördüyümüz zaman burada heç nə yoxdur, heç bir qəhvə yoxdur, boşdur deyib kənara qoyuruq. Acaba bizim həyatdakı münasibətlərimizdə bu boşluq dediyimiz şey heç mi işə yaramır deyə sual verdiyimiz zaman fəlsəfədəki boşluq təsəvvürünün gündəlik həyatda istifadə etmiş olduğumuz boşluqdan çox daha fərqli bir anlam və məzmun qazandığını görmüş oluruq. Fəlsəfi mənada varlığın sərhəddidir boşluq. Yəni, varlığın sərhəddi dediyim şey, burada ərəb dilində əgər az-çox tələbələrimiz də bilir, mövcudla vücud arasında fərq var. Mövcud konkret olaraq gerçək bir varlıqdır. Hal-hazırda bu kitabın masanın üzərində olması bunun varlığına dəlalət edir. Vücud isə bunun mahiyyəti ilə bağlı olan bir məsələdir. Yəni, daha bu kitab olmazdan əvvəl bu kitabdakı fikirlərin Fuad Novruzlunun zehnində var olmuş olması. Buna zehni varlıq deyir İbn Sina, Farabi və digərləri. Bu içimizdəki, yəni bir var çölümüzdəki mən, bu anlamda biz məsələyə baxdığımız zaman bir çöldəki mən, Anar Qafarov və ya Fuad Novruzlu, bir də daxildəki Anar, daxildəki Fuad kimdir?
Bu sualın cavabını tapa bilmək üçün bizim öz qaranlığımızla, öz boşluğumuzla ya da heçliyimizlə bir diyalog qurmamız lazımdır. Hər şeyin əslində məna qazandığı yerdir. Həmin o qaranlıq tərəfimiz bizim. İçinə düşmüş olduğumuz o boşluq hər şeyin, hətta öz varlığımızın belə məna qazanmış olduğu bir yer olduğunu düşünürəm. İnsanın heçliyə sadəcə baxmır. Yəni bu heçliyə baxış kənardan bir baxış deyil, daxildən bir baxışdır. Bir kərə bunu bilək. Fəlsəfi məzmunda heçliyin ontoloji bir statusu var. Yəni biz məsələn gündəlik həyatda heç yoxdur dediyimiz zaman yoxa bir varlıq vermirik. Yoxdur zaten. Parmenides'in dediği kimi, Protagoras'ın ve Parmenides'in dediği kimi varlıq vardır, var olmayan şey yoxdur. Yəni biz yoxluq haqqında fikirləşə bilmirik. Əgər yoxluq haqqında fikirləşdiyimizi iddia eləyiriksə, onda o yoxluq dediyim şey nəyəsə çevrilmiş olur. Ya o nəsədir onda bizim üçün. Dolayısıyla o vardır demək məcburiyyətindəyik. Yəni buradan bunu deməyə çalışıram. Yoxluq fəlsəfədə, yəni yoxluq demirim, heçlik, çünki heçlik yoxluq deyil. Heçlik fəlsəfədə ontolojik bir varlığa sahibdir. Yəni onun bir ontolojik əsası var, gerçəkliyi var. Necə ki mövcud kimi. Anlatabildim mi? 2. Varlığın sərhəddini bildirən məkandır. Varlığın sərhəddi deyəndə, yəni bunun buradaydı, daha sonra yoxdur bu burada. Götürdüm bunu buradan. Bunun sərhəddi buradadır. Yəni bu sərhəddən sonra mən bunu təkrar bura qoya bilirəmsə, bu artıq varlıq qazanmış olur. Biraz sonra daha da açıqlanacaq məsələlər. Şuurun öz-özünə baxmasının başladığı boşluqdur. Yəni özümüzə baxış. Bir də mənanın çözülüb yenidən qurulduğu dinamik sahədir deyə tərif etmək olar fəlsəfi kontekstdə. Fəlsəfəsi, yəni heçlik məfhumunun fəlsəfə tarixi içərisində heç də bir mənalı qarşılanmadığına dair bir mənzərədir bu. Məsələn, biz burada daha əvvəlcə Parmenidin heçliyə baxışını görürük. Əslində o heçliyi qadağan edir, ancaq varlığın var olduğunu deyir. Heçlik deyə bir şey yoxdur. Çünki Parmenidin böyük ehtimal ki, zehnində heçlik yoxluğu ifadə eləyirdi. Çox maraqlı gələcək. Sizin bəlkə də zehninizdə belə bir sual doğulur. Biz bu heçlikdən insan psixologiyasına, daxili aləminə necə gələcəyik? Və ya mətnləri anlamada, mətnlərdəki o fikirlər arasındakı boşluqdan bəhs eləyə bilərikmi? Bəlkə də o boşluqlar mətnin anlamada, o hermeneutik tərəflərini ortaya çıxarmada bizə bir dinamik bir funksiya, bir amil kimi rol oynaya bilər həmin o boşluqlar. Bəlkə də o boşluqlar mətnlərdə olmasaydı, onları müxtəlif gələn, fərqli dövrlərdə gələn insanlar eyni mətni fərqli şəkildə anlamlandırmamış olacaqdılar. Dolayısıyla boşluq sadəcə o mətnlərdəki boşluq ya da həyatdakı boşluqların tamamı insan zehnində, insanın daxili aləmində ki boşluqla əlaqəli bir məsələdir. Mən bu deməli mənzərə diqqətini çəkdikdən sonra görürük ki, məsələn burada Parmenidin fikri var, mistik boşluq dediyimiz bir alan var ya da Descartes-ın yaratmış olduğu deməli süni boşluq dediyimiz şey. Yəni düşünürəm, hər şeydən şübhə edirəmsə varam dediyi şey. İndi bunları ayıraraq da biz müzakirə eləyəcəyik. İndi isə ikinci addıma keçirik. Bu ikinci addım qədim Yunanistanda qadağan olunmuş heçlik ideyası. Necə oldu ki, bu mənim sualımdır. Qədim Yunanistanda, yəni Parmenidin heçlik təsəvvüründən yola çıxsaq, necə oldu ki, qadağa olunmuş bu heçlik anlayışı müasir dövrdə insan azadlığının əsas dinamikasına çevrildi. Məsələn, sərhədlərin cızılması mənasında antik dünyada varlıq və yoxluq deyəndə nə başa düşülürdü? Parmenid deyirdi ki, heçlik deyə bir şey yoxdur. Çünki mən bir şey haqqında düşünürəmsə, o var deməkdir. Yəni, var olan şeyi insan düşünə bilər, yox olan şeyi düşünə bilməz. Əsas fikirdə heçlik məntiqi cəhətdən ziddiyyətlidir deyir və təcrübə edilə bilməz. Fəlsəfəyə bir qadağa ilə daxil edib heçlik anlayışını. Amma ondan sonra, həmən sonra gələn Heraklitin məsələyə baxışı çox daha fərqlidir. Əslində Heraklitin baxışı hərçənd ki, eramızdan əvvəlki dövrdə ortaya çıxmış bir düşüncə olsa da, mən deyərdim ki, bugün əslində müasir insanın daxili dünyasını anlamada olduqca zəruri bir konsepsiyadır. Heraklitin yanaşması. İnsan az əvvəl də girişdə də söylədiyim kimi statik bir varlıq deyil. İşte ağac kimi, daş kimi, torpaq kimi və s. Bəlkə də onların da özündə bir statikliyi yoxdur. Onlar da dəyişir. İnsan daha dinamik bir varlıqdır. Bu dinamikliyi ilə eyni zamanda təsir edə bilən bir gücə sahibdir. Yəni dinamik bir həyatı daha da aktivləşdirə bilən bir varlıqdır. Dolayısıyla heçlik burada bu axının içərisində yer alır. Yəni məsələn deyək ki, deyir ki, hər şey axır prinsipi hər an bir halın yox olub, digərinin yarandığı hala hələ yoxdur. Digərinin yarandığı hələ yoxdur anını ortaya çıxar. Bu nə deməkdir? Mən bu günləri, bugünün potensialını daşıyıram, reallaşdırıram. Amma sabah nə edəcəyimlə əlaqədar potensialı və qabiliyyətləri içimdə bir imkan olaraq
ehtiva eləyirəm. Bu mənim heçliyimdir. Çünki daha o mövcudluq qazanmayıb. Anlatabildim mi? Demək ki, bu mənim boşluğumdur, qaranlıq tərəfimdir. Bu qaranlıq tərəfini ortaya çıxarması üçün müəyyən amillər və səbəblər lazım olur. Bu kənar təsirlərdən də ola bilər, daxili təsirlərdən də irəli gələ bilər. Daha sonra keçirik şərq düşüncəsinə. Çox maraqlıdır ki, Heraklitin bu yanaşması, məsələn, bunu bizə təlqin eləsin. Heçlik dağıdıcı bir şey deyil əslində. Yəni, o boşluq dediyimiz şey, məsələn, olur, bir sükunət halı olur, otururuq, belə bir ki, hər şey anlamını itirir. Bunu Heraklitin şeyin dediyi kimi, Heideggerin dediyi kimi və orada artıq bir boşluğa düşmüş oluruq. O boşluqdan amma daha sonra işığımızı tapırıq. O qaranlıq içərisində bir işıq tapırıq və özümüzü yenidən kəşf edirik, özümüzü mövcud olaraq yenidən var etməyə çalışırıq. Bu millətlərin həyatında da belədir, xalqların, cəmiyyətlərin həyatında da belədir. Və dolayısıyla əslində o boşluq və heçlik dağıdıcı bir şey deyil, bəlkə də qurucu bir şeydir. Kontrast dediyimiz şey, məsələn, şərq düşüncəsində özəlliklə buddist yanaşmada şunyata deyə bir anlayış var. Bu Heraklitdən təsirlənərək bu anlayışı ortaya qoyur. Deyir ki, müstəqil mövcudluğun olmaması hər şey digəri ilə əlaqədə müstəqil mövcudluğun olmaması fikrini dəstəkləyir və hər şey digərlərdə əlaqədə yaranır deyir. Heçlik eqonun boşluğunu anlamaq yoludur. Yəni daxili aləmimizin dəki boşluqları anlamanın yolu heçlik fəlsəfəsindən, heçlik məfhumunu dərk edişimizdən keçir. Orta çağ fəlsəfəsinə gəldiyimiz zaman burada artıq heçlik biraz daha yaradılışın təməl fonu kimi dəyərləndirilir. Yəni belə bir təsəvvür var. Allah kainatı yoxdan yaratdı. Allah kainatı yoxdan yaratdısa, Tanrı kainatı yoxdan yaratdısa, onda yoxluq varlıq deməkdir burada. Çünki bir şeydən, dil baxımından Mətanət xanım da buradadır. Yoxdan dediyimiz zaman, dan şəkilçisi gəldiyi zaman oradan çıxışlı hal nə olur? Bir şeydən, bir şeyin varlığını qəbul etdiyimiz üçün ona bir dan əkləyib, əlavə edib, ondan yaratıldığını iddia edir. Dolayısıyla yox bərabərdir, var deməkdir bu. O zaman Tanrı vardan yarattı. Hə, amma bir məsələ var. Bəs burada necə bir dil oyunu edə bilərik ki, Wittgenstein'ın dediyi şəklilə? Biz burada yoxdana əslində mövcudun, yəni bu kainatın mövcud olmazdan əvvəlki halına işarət eləyək. Bu yox ikənlikdir. Allah, Tanrı kainatı yox ikən yaratdı ilə Tanrı kainatı yoxdan yaratdı cümləsində onların daşımış olduğu məzmunda fərqliliklər var. Yox ikən yaratmaq varlığın, yəni bu kainatın var olma imkanını özündə ehtiva edən bir anlayışdır. Bütün bu suallar əslində bizi heçliklə bağlı bir metafizikaya götürür. Nədir bu metafizik? Metafizik daha ənənəvi dildə biraz bu cinlər, ruhlar və s. fövqəltəbii güclər və s. bunlar da metafizikadır. Amma bunlar sistemli və elmi, dərinlikli bir metafizik anlayışları özündə ehtiva etmir. Bunlar o zaman o dərinliyi qazanır ki, bir filosof ortaya çıxır, bir müdrik ortaya çıxır və bunlara bir anlam qazandırır. Dolayısıyla əslində metafizikanın özünün də, bu metafizik anlayışın da dərin məzmun yükü zamanla dəyişib. Və özəlliklə klassik dövrə baxdığımız zaman, məsələn, fəlsəfi tədqiqatlarda biz metafizikanı insanın xaricində olan varlıqların həqiqətini öyrənmə çabası ya da anlama sənəti kimi görürük. Ya da onların var olma ilkələrini araşdırmaqdır metafizika. Yəni, məsələn, bu var. Bunun varlığının səbəbi nədir? Onun səbəbi nədir? Onun səbəbi nədir? Bunları dərk etməkdir. Çünki bununla başlayır metafizika. Amma məsələ burasındadır ki, bunun bu şəkildə adlandırılması çox maraqlı bir hadisə ilə bizə özünü göstərir. Bu hadisə nədir? Bir kitabxanaçı, bir təsadüfən bir kitabxanaçı Aristotelin əsərlərini yığır kitabxanada, özəlliklə mücərrəd mövzularla bağlı əsərlər qalır stolun üstündə, amma fizika, riyaziyyat, bununla bağlı əsərlərini kitabxanada rəfə düzür. Sonra baxır ki, deyir, mən bunu necə düzürəm, amma bunların hamısını klassifikasiya edirəm. Bunu necə klassifikasiya edeyim? Deyir, atata metafizika. Yəni, atata fizika daha doğrusu, fizikadan sonra gələnlər. Yəni, fizika ilə, riyaziyyatla bağlı məsələlərdən sonra gələn məsələləri ehtiva edən kitablar deyə. Və oradan bir metafizika deyə təsəvvür yaranır. Və nəyə görürük burada? Əslində, mənanın təkamülündə, metafizikaya yükləmiş olunan anlamın təkamülündə metafizika artıq bir aşqınlıq məzmunu daşıyır. Yəni, bu aşqınlıq sadəcə ruhlar, cinlər, nə bilim, qeyri-insani varlıqlarla
məhdudlaşmır. Bu anlayışlar məhdudlaşmır. Ruh nədir məsələn? Və ya kainatın var olmasının təməl səbəbi nədir kimi fundamental suallarla başlayır işə. Məsələn, hətta biz təbiət filosofları ilə baxanda məsələni, onların gözlərindən baxdığımız zaman, məsələn, Falesin nəzəriyyəsinə baxdığımız zaman ilk Yunan filosofudur. Hər nə qədər ki o təbiət fəlsəfəsi ilə məşğul olur, əslində onun da içərisində bir metafizika var. Məsələn, everything is full of gods. Hər şey tanrılarla doludur. Hər şey ruhlarla doludur dediyi zaman bunun özündə də bir metafizika var. Yəni var olanın arxa planında hansı səbəb dayanır? Bunu araşdırmağa çalışıb Fales. Əlbəttə ki, hər birinin özünə məxsus bir yanaşması var. Kimisi su deyib, kimisi başqa bir şey deyib. Yaradılış və potensiallıq, orta əsrlərə gəlirik. Və bu anlayış, dəyərli dinləyicilər, deməli metafizika anlayışı formalaşandan sonra Aristotelin məsələn fəlsəfəsində o zaman biz metafizika deyəndə nəyi başa düşəcəyik? Yəni nədir bu metafizik deyilən şey? Metafizika Aristotelin fəlsəfəsində varlıq imkanı daşıyan heçlikdir əslində. Yəni bir şeyin məsələn 4 təməl səbəb sayır, bunu tələbələrimiz də bilir. O səbəblərin içərisində fail səbəb var. Fail səbəb həmin o varlığın daha var olmamış halını zehnindəmi deyək, yoxsa öz qüdrətindəmi ehtiva eləyir. Gəlin bir səyahət eləyək İbn Sina fəlsəfəsinə. Deyir ki, mahiyyət varlıqdan əvvəldir. Maraqlıdır. Amma İbn Rüşd isə deyir ki, xeyr, biz bir şeyin mahiyyətini o var olmadan əvvəl dərk edə bilmərik. Onun mahiyyətdən bəhs edə bilmərik. Yəni Aristotel kimi düşünür əslində İbn Rüşd. İspaniyalı, müsəlman filosofdur. İbn Sina nə üçün mahiyyətə bəs əvvəl yer verir? Yəni mahiyyət varlıqdan əvvəldir. Mahiyyət çünki varlığın var olma imkanı üçün bir fondur. Yəni mahiyyət Tanrının zehnindəki bilikdir. Tanrının qüdrətində, yaratma qüdrətinin o heçlik dediyimiz fonunu mahiyyət təşkil edir. Yəni Tanrı mahiyyəti realizə etdi və gerçəklik qazandırdı. Düzdür, biz insan olaraq bir şeyin mahiyyətini, yəni masa olmasa masalıqdan bəhs edə bilmərik. İnsan olmasa insanlıqdan bəhs edə bilmərik. İnsan nədir sualı haqqında düşünə bilmərik. Amma işin ontolojik və metafizik tərəfinə gəldiyimiz zaman acaba gerçəkdən də varlıq var olmadan əvvəlki halda nə idi deyə düşündüyümüzdə o bir mahiyyət, bir təsəvvür yaradır bizdə hardasa. Hardasa bir imkan halı deyirik biz. Yəni bu nə deməkdir? Məsələn, deyirik ki, insan ədalətlidir. Tanrı ədalətlidir. İki cümlə Azərbaycan dili baxımından bir-birinə oxşardır. Heç bir fərq yoxdur. Amma fəlsəfi aspektdən, dil fəlsəfəsi baxımından biz buna hermenevtik açıdan baxdığımız zaman birinci cümlədəki ədalət sözü insana yüklənmir. Yəni o deməkdir ki, o sifəti daşıyan insan ədalətsizlik imkanını da barındırır özündə, ehtiva edir. Yəni ondan da ədalətsizlik və zülm gözləmək olar. Necə ki, görürük. Amma Tanrı ədalətlidir deyəndə ədalət onun zatıdır, zatının gərəyidir. Ona görə Tanrının mahiyyətində mahiyyət varlıq ayrımından bəhs edə bilmirik. Heçlikdən bəhs edə bilmirik Tanrının mahiyyətində. Çünki onda belə bir kateqorinin heç biri keçərli deyil. Amma insan üçün keçərlidir. Cümlə olaraq oxşar olan bu iki cümlə məzmun yükü baxımından, metafizik yük baxımından çox fərqli bir anlam verir. Bu nə deməkdir? İnsanlar haqqında çox da mütləq düşünməyin. Ümumiyyətlə mütləqlik haqqında, hər şeyi mütləq şəkildə, idealist şəkildə düşünüb, belə maksimalist olmayın bəlkə. Buradan çıxacaq psixolojik bir dərs də var bizim üçün. Çox maksimalist olun, çünki hər şey dəyişir. Heçlik yoxluq deyil, bunu başa anladıq. Heçlik yoxluq deyil, heçlik bir varlıqdır. Onun bir ontolojik statusu var. Varlıq da o anlamda ki, biz varlıq deyəndə də varlıq anlayışımız da dəyişdi bu anlamda, heçliyə görə. Bu nə deməkdir? Varlıq iki şəkildədir. Mövcud, bir də mövcudun mövcud olmadan əvvəlki mövcud olma imkanı. O da varlıqdır. Bir daha deyirəm, mövcud, yəni telefon mövcuddur. Bir də bu telefonun mövcud olmadan əvvəlki mövcud olma imkanı, mümkünlüyü, o da bir varlıqdır. Yəni var olmaq, var olmaq. Bəli. Antimateriya da bir varlıqdır şəklində, modern fizikada desək. Uzaq şərq fəlsəfəsində belə bir yuvarlaq bir şey görürsünüz. Yin-yang konsepsiyası. Qara var, bir də ağ var. Vav hərfi kimi tərsinə belə deyiblər. Qaranın içərisində ağ nöqtə, ağın içərisində qara nöqtə. Yəni bu deməkdir ki, əslində bütün həyat bu qara ilə ağın qarışımından, yəni bir çox imkanların sintezindən ibarətdir. Əks qütblərin vəhdətindən ibarətdir. Yəni düşünə bilirsiniz, biz əslində doğru bir şey ortaya çıxardığımız zaman
fərqli yanaşmaları bir-birinə vurub çıxırıq. Vurma işarəti, vurma cədvəli sadəcə cədvəldə o rəqəmlərlə arasındakı münasibət deyil. Həyatdakı münasibətlərimizdə də vurub çıxıb bölüb nəsə eləyirik, üstə gəlirik. Olmasa qara olur. Bəli. Bütün bunların fonunda biz bir nəyisə dərk edirik və təsadüfi ki, Platonun fəlsəfi dialoqları biraz da ədəbiyyatdır, yəni ədəbidir. Orada bəzən insanı, romanlar var, insanı sual altında qoyur. Deyir ki, sən artıq özün cavab ver bu suala. Yəni, bir var cavab verir müəllif, gətirir axıra, sona. Bir də var ki, sonu sənə buraxır ki, sən özün çıxart da buradan bir nəticə çıxar. İhsan nədir deyə sual verirlər. Cibril hədisinin ilk hədislərindən birisi. Deyir, ihsan, el-ihsan hiyə ən ta'budallaha kə'ənnaha tarahu. Allahı görürmüş kimi ibadət etməkdir. Yəni, hər yerdə həqiqəti görüb, hər şeyin mahiyyətini, əhəmiyyətini anlayıb ona görə davranmaqdır əslində ihsan. Yəni, var olanın mahiyyətini, varlığını onun özünə verməkdir ihsan. Gözəl insanla gözəl davranmaqdır. Dəyərli alimin, dəyərli fikir adamının, ədibin qədrini bilməkdir ihsan. Həqiqətdə fəna olmaq, həqiqətin gerçəklik qazanması deməkdir. Həqiqətin üzə çıxması üçün, ədalətin ortaya çıxması üçün sən ədalətdə fani olmalısan. Sən öz varlığında, sənin varlığın orada heç olmalıdır. Heç olmalıdır. Orada o olmalıdır ancaq. Səbirlə dinlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun.